Salam dəyərli izləyicilər, biz bugün sizinlə Güvən Nəşriyyatın təşkil etdiyi sınaq 3 təkmilləşmək üçün sınaq 3-dən 5-ci sinif riyaziyyat hissəsinə baxacağıq. Vaxt itirmədən başlayaq. 26-cı sual. Aşağıdakılardan hansı 808 milyon 8048 8048 ədədin rəqəmlə yazılışıdır. Variantlardan görürük ki, D variantına uyğundur. 27-ci. Bu kəsirləri artan sıra ilə düzün. Ortaq məxrəcə gətiririk. Hər tərəfi birincidə sürət və məxrəci 2-yə vursaq, 10-da 4. İkincidə 5-ə vursaq, 10-da 5. Üçüncüdə isə 10-da 7 edəcək. Və artan sıra deyirsə, azdan çoxa gedəcək. Burada üzr istəyirəm. 10-da 8 olacaq hər tərəfi 2-yə vuranda. Deməli, 10-da 5, yəni 2-də 1. 10-da 7, elə 17 qalır. Sonra da 10-da 8, yəni 5-də 4. O da bizə verir C variantını. 28. 5-də 4 hissəsi 60 olan ədədi tapın. Belə olanda hissə göstərəndə bölmək lazımdır. 60-ı bölürük 5-də 4-də. 60 vurulsun 4-də 5 bərabərdir 75. 29-cu sual. Deməli, bu ifadədə əvvəl mötərizə xaricindən 2-ni çıxarırıq. 2 vur əbob 3, 4 plus əkobda. Baxın, bu ədədlər bir-biri ilə qarşılıqlı sadə olan ədədlərdir. Əkobda qarşılıqlı sadə demək nə demək idi? Onların hasili demək idi. Əbobda qarşılıqlı sadə nə demək idi? 1-ə bərabər idi. Əkoba elə olduğu kimi köçürək yaxşı başa düşmək üçün 7, 9 bərabərdir. Bura 1 edəcək, bura hasil edəcək. 63. 2 vurulsun 1, 2. Üstəcə 63 bərabərdir 65. Növbəti sual, 30-cu suala baxırıq. Bu ifadənin qiymətini hesablayın deyir. 3 olduğu kimi qalır. 3-də 8 məxrəclər eynidir. 1-in üstə 1 gəldi 2. İxtisar aparsaq 3 tam 4-də 1. A variantı. 31. 68 ədəd yumurtanın üzərinə ən az neçə yumurta əlavə etmək lazımdır ki, onları 18-lik və 24-lük qutulara dolacaq şəkildə yerləşdirmək olsun. Yəni, bizdən 68-in üzərinə hansı ədəd əlavə edək ki, həm 18-ə, həm 24-ə qalıqsız bölməni soruşur. Məsələn, A variantda 2-ni götürsək, 70 eləyəcək. Biz 70-i 18 və 24-ə qalıqsız bölə bilmirik. Amma B variantına baxaq. Eləyəcək 72. 72 18-ə böləndə edir 4. 72-ni 24-ə böləndə edir 3. Cavabımız B variantı. 32. Hasili tapın deyir. 2-lər ixtisar gedir. 3-lər bir-biri ilə ixtisar gedir. 5-lər, 7-lər qalır 8-də 1. Burada 8, burada 1 qalmışdı çünki. Növbəti 33-cü sual. Deməli, 7 rəqəmli ədədlərinin müqayisəsində A-nın yerinə hansı rəqəmlər yazıla bilər? A 4-cüdə elə deyilmi? Biz 4-cüdə də baxırıq. Burada 156-dır, burada 201-dir. Deməli, 201 bu hissə böyük olacaqsa, biz bura 6 verə bilərik məsələn. Amma 7 verə bilmərik. Yəni 6 və 6-dan kiçik rəqəmlər verəcək. 0, 1, 2, 3, 4, 5, 6. Məsələn, həqiqətən bura ən son 6 verəndə 6156 edir. Son isə buralara baxmırıq, eynidir çünki. Bu da 6201. Sonra 33-cü sual. 34-cü sual daha doğrusu. Vüqar tapşırıqların 5-də 3 hissəsini bitirmişdi. Onun tapşırıqların hansı hissəsi qalmışdı? Ümumi tapşırıq 1 hissədir. 5-də 3-ünü bitiribsə, yəni 1 hissədən 5-də 3 çıxırıq. 1, 5-də 5 deməkdir. Oradan da 5-də 3 çıxanda edir 5-də 2. B variantı. 35-ci sual. Bu hasildən alınan ədəddə neçə sayda sıfır rəqəmi iştirak edir?
Vururuq. Vur 166. 6 və 5-in 0, 3 yadda. 6 və 5-in 3 yadda qalır. Yenə 3 yadda. 6 və 4, 24. 3 də yadda 27. 6 və 5-in eyni proses təkrarlanacaq. 1 dəfə 5, 5, 5 və 4. 0, 3, 5, 1 yadda. 2, 7, 9, 5, 14, 1 yadda 15, 5, 1 yadda 2, 4, 6, 1 də yadda 7. Cəmi 1 0 alınır. 36. 38 qoyun, 42 dovşan və 55 xoruzun cəmi neçə ayağı var? Burada biri quşdur, qalanı heyvandır. Deməli 38 qoyun deyirsə, 38 vurulsun 4. Bir qoyunun 4 ayağı varsa 38 qoyun 34 vur 4. Plus 42 dovşan deyirsə 42 vur 4. Üstə gəl. 55 xoruz deyirsə 55 vur 2. Quş olduğu üçün qanatlarını biz saymayacaq. Bərabərdir. 4-lər mötərizə xaricinə çıxsa 38 plus 42 üstə gəl 55 vur 2. Bu da 110 edir. Bir dəfə yazıram. 38-in üstə 42 gələndə edəcək 80. 4-ü 80-ə vuranda 320. 320 üstə gəl 110 bərabərdir 430. A variantı. 37-ci sual. Hansı doğrudur? İfadələr verilib. Surətləri bərabər olan kəsirdən məxrəci kiçik olan kəsir böyük, böyük olan kəsir isə kiçikdir. Yəni ən böyüyü A, ən kiçiyi isə C edəcək. Deməli C, B, A. Elə A variantı. 38-ci suala baxırıq. Ədədi 8-də böləndə mümkün ən böyük qalıq. Ümumiyyətlə 8-ə bölürüksə qalıqlar 8-dən kiçik olmalıdır, elə deyilmi? Bu bizim qalığımızsa. Ən böyük də buradan 7 alınacaq. 39. Tamaşa salonunda yerləşən yerlərin daha doğrusu 3də 1-də qadınlar, 5də 2-də uşaqlar əyləşdi. Yerlərin hansı hissəsi boş qaldı? Əvvəl əyləşən hissələri tapaq. 3də 1, üstə gəl 5də 2. Bərabər edəcək 15də 5, 12, 15-i hər tərəfi belə bölək daha rahat olsun. Vuraq daha doğrusu 5 plus 6 bərabərdir 15də 11. 15də 11 hissəsi deməli tutulub. Onda 1-dən 15də 11 çıxırıq ki, boş qalan hissələri tapaq. Yəni 15də 15 çıxılsın, 15də 11. O da 15də 4 edəcək. A variantı. 40-cı sual. B, A fərqini soruşur. Əvvəl A-nı tapırıq. A bərabərdir 1-in kubu, yəni 3 dəfə 1-i bir-birinə vuranda 1 edir. 2-nin kubu 8 edir. 3-ün kubu 27 edəcək. Bu da edir 36. B variantında hamısı mötərizə hesablanır əvvəl. Burada da mötərizədən 6 alınır. Yəni 6-nın kubu 36, 36-yı da 6-ya vuranda 216. B çıxılsın A fərqi. 216 çıxılsın 36. O da bərabərdir 180. D variantı. 41. İfadəsinin qiymətini hesablayın. 1-in üstə 3də 1 gələndə 1 tam 3də 1 edir, elə deyilmi? 1 tam 3də 1 çıxılsın 4də 1. Biz bunu bu 1 tamı ümumiyyətlə keçirək surətə yazacaq onda. Ya da 1 tam olduğu kimi qalsın hələ. 3 ilə 4. Ortaq məxrəc 12-dir. Bu tərəfi 4-ə vururuq, bu tərəfi də 3-ə vururuq. 4 çıxılsın 3. Bərabərdir 1 tam 12-də 1. A variantı.
42-ci sual. 120 səhifəli kitabın 1/4 hissəsi oxunarsa, oxunmamış hissə. Əvvəla 120-nin 1/4-ni tapırıq. Bu oxunmuş hissədir. Hissə göstərən ədədə vururuq, cavab 30 alınır. 30-u oxunub, oxunmamış olanda 120-dən 30 çıxırıq, edir 90. B variantı. 43-cü sual. 6-nın kubu çıxılsın 4-ün kubu. 6-nın kubu edəcək 216. Daha doğrusu üstə gəl. 4-ün kubu. 4-ün kubu edəcək 64. Çıxılsın 14-ün kvadratı 196 bölünsün 7-nin kvadratı 49. Bərabərdir. 196-nı 49-a böləndə deməli bu hissə 4 eləyəcək. 216-nın üstə 64 gələndə 270, daha doğrusu 280. 280-dən də 4 çıxanda 276. A variantı. 44. Məxrəci 6 olan neçə düzgün kəsir var? Yazırıq. 6-da 1, 6-da 2, 6-da 3, 6-da 4 və 6-da 5. 6-da 6 ola bilməz. Yəni 6-dan kiçik natural ədədlərin sayı 5 ədəddir. Belə də rahat tapa bilərik. Yazaraq da 5 olduğunu görürük. C variantı. 45-ci sual. 8-də 15 metr məfdili neçə 24-də 5 metr bərabərli hissəyə bölmək olar? Sualı belə düşünsək, 10 metrlik məfdili neçə 2 metrlik hissələrə bölmək olar? Onu o saat 2-yə bölərik. Burada da biz 8-də 15-i bölürük 24-də 5-ə. Bərabərdir. 8-də 15 vurulsun 5-də 24. İxtisarlar aparsaq 8, 3, 5, 3 bərabərdir 9. B variantı. 46-cı sual. Birinci mötərizənin içi bölməməli, vurməməli, ən sonda toplama. 3-də 2 çıxılsın 8-də 3 bərabərdir 24. Bu tərəfi 8-ə vuruq, bu tərəfdə 3-ə. 16 çıxılsın 9 bərabərdir 24-də 10 da doğru 24-də 7. Bu mötərizənin içidir. 1 tam 4-də 3-ü çeviririk düzgün olmayan kəsrə. 4-də 1-in 4, 7. İndi 4-də 7 bölünsün. Mötərizənin içi 24-də 7 alınıb. Onu da vururuq. 4-də 7 vurulsun. 7-də 24 bərabərdir. 7-lər ixtisar edir. 4-də 24 qalır 6. Bu hissə. İndi bu tərəfə baxırıq. 9 və 1-in 9, üstə 5 gələndə 14 vurulsun. 7-də və 2-in 14, bu da 18. İxtisar aparsaq, burada 2, burada da 2. Bu hissədə verir bizə 4. Bu hissə 6. Cəmləri də edəcək 10. D variantı. 47-ci sual. Avtomobil yolun 8-də 5 hissəsini getdi. Baxın, bu yoldur. 8-də 5 hissəsi gedilib. Qalan hissə 1-dən 8-də 5 çıxırıq. Edir 8-də 3. Qalan hissə 8-də 3-dür. Burada deyir ki, 120 kilometr qalıb. Yəni 120 də yazırıq. Bu nə deməkdir? 8-də 3 hissəsi 120 olan ədəd. Yəni 120-ni bölürük 8-də 3-ə. Bərabərdir. 120 vurulsun 3-də 8. O da 320 edəcək. D variantı. 48-ci sual. Buradan bu AB-nin cəmini soruşur. A nəyə bərabərdir? 8064 bölünsün 84. 9 götürsək, 9 və 4, 36, 6, 3 yadda. 9, 72, 75. Bura qalır 504. 504-də də 84.
hardasa 50-də 8, 6 dəfə versək, aha, elə tam olacaq. Birinci A elədi 96. B-yə baxırıq. Bölünən bölən qismət. B-ni tapmaq üçün də 3480-i böləcək 29-a. 34-də 29 bir dəfə. 58-də də 2 dəfə. 0-da gələndə 120. Yəni 84 ilə 120-nin cəmini soruşur bizdən. O da bərabərdir 204. 49-cu sual. 126 ədədinin 6-da 5 hissəsi hansı ədədin? Birinci bu hissəyə baxırıq. 126-nın 6-da 5 hissəsi nə deməkdir? Vururuq. 21. 21-i də 5-ə vuranda 105. Deyir ki, 105 hansı ədədin 5-də 3 hissəsinə bərabərdir? O zaman biz 105-i bölürük 3-də 5-ə. Çünki ikincidə hissəsinə görə soruşur. 105 vurulsun 5-də 3 bərabərdir 5 ilə 121. O da edəcək 63. Bir dəqiqə şərhçilər. 126 ədədinin 6-da 5 hissəsi bizə verdi 105-i. 105 hansı ədədin 5-də 3 hissəsinə bərabərdir deyir. Burada səhv köçürülmə oldu. Bir dəqiqə buranı pozum. Burada 5-də 3-ə bölməli idim mən. Ona görə səhv oldu. 105 bölünsün 5-də 3 bərabərdir. 105 vurulsun 3-də 5 deməkdir. Deməli 105 ilə 3 ixtisar edəcək, qalacaq 35. 35-i də 5-ə vuranda 175. 50-ci sual. A böl B nisbətini soruşur bizdən. Əvvəl A-nı tapırıq. A bərabərdir. Mötərizənin içi 6 tam 4-də 1 edəcək. Bölünsün 7 tam 2-də 1 bərabərdir. Düzgün olmayan kəsrə çevirsək 4-də 25 vurulsun 2 dəfə 7-nin 14 15. Tərsinə çevirsək 2 yuxarı çıxır, 15 aşağı düşür. 5-ləri ixtisar getsə burada 3, burada 5. Bunlar da 2. Yəni 6-da 5 edəcək A. B-yə baxırıq. Mötərizənin içini hesablayanda 2 tam 6-da bu hissənin 2-yə vuranda 2 çıxılsın 5 eləyəcək. Tamlardan birini veririk. 1 tam 6-da 8 çıxılsın 5 bərabərdir. 1 tam 6-da 3 o da bərabərdir. 6 və 1-in 6-da 9 deməkdir. Sonra bölmə əməlinə gəlirik. 6-da 5 bölünsün 6-da 9. A-nın B-yə nisbəti. 6-da 5 vurulsun. Bu da 9. 5 ilə 6-lar ixtisar edir. 9-da 5 qalacaq. Şərhçilər kanala abunə olmaqla daha çox kütləyə çatmağıma vəsilə ola bilərsiniz. Sağ olun, salamat qalın.